vaxtınız xeyirli olsun, əziz və dəyərli müəllimlər. Xoş gördük hər birinizi. Bugün imtahandan uğur əldə edən bütün müəllimlərimizi təbrik edirəm. Əzizlərim, bilirsiniz ki, 23 iyun 2026-cı il tarixində növbəti sertifikasiya imtahanı respublikamızda həyata keçirildi və bugün mənə göndərilən sualları sizin üçün izah etməyə çalışacağam. Gəlin birinci sualımızın izahına baxaq. Birinci sualımız formativ qiymətləndirmə ilə bağlıdır. Mənim müdavimlərim bilir ki, dünənki dərsimizdə də mən sizə qeyd elədim ki, sertifikasiya imtahanlarında adətən planlaşdırma, bullying, müəllim, şagird, valideyn münasibətləri, sonra qiymətləndirmə, taksonomiya, bu istiqamətdə olan suallar daha çoxluq təşkil edir. Birinci sualımız da elə gördüyünüz kimi qiymətləndirmə ilə bağlıdır, amma bizdən formativ qiymətləndirməni istəyir. Bilirsiniz ki, müəllimlər, məktəb daxili qiymətləndirmə 3 yerə ayrılır. Diaqnostik, formativ və summativ. Şərtimizdə bizdən formativ haqqında soruşulur ki, yəni formativin əsas məqsədi nədir? Biz formativ qiymətləndirməni necə yadda saxlamışdıq? Əlbəttə ki, şagirdlərin fəaliyyətini izləyirdik və dəyərləndirirdik. Onları olduğu yerdən məqsədinə doğru çatdırırdıq, konstruktiv rəylərdən istifadə edirdik. Yəni, bu kimi məqamlar formativ qiymətləndirməmizin açar məqamlarına daxildir. İlkin qiymətləndirmə kimi yadda saxladığımız diaqnostik qiymətləndirmə olacaq. Son sözü ilə yarım ilin sonunda, yəni bu şəkildə olan, geriyə dönüşü olmayan, sinif jurnalında nəticəsi yazılan, bu formada olan açar məqamları isə summativ qiymətləndirməmizə daxil etmişdik. İndi sizcə birinci sualda doğru cavabımız necə olacaq? Gəlin A variantına keçid edək. Şagirdin təlim fəaliyyətinin izlənilməsi və irəliləyişinə şəraitin yaradılması. Müəllimlər, az öncə izahatımda qeyd elədiyim kimi, görürsünüzmü? Şagirdin fəaliyyətini izlədi, dəyərləndirdi, onu məqsədinə doğru çatdırdı, hədəfinə çatdırdı. Bu hansı qiymətləndirməmiz idi? Əlbəttə ki, formativ qiymətləndirmə. Doğru cavabı tapsaq da növbəti yanlış olan cavabların da izahlarına baxaq ki, ağlımızda qaranlıq qalmasın. B-də şagirdlərin ilkin bilik və bacarıq səviyyəsinin qiymətləndirilməsi. Bilirsiniz ki, bu ilkin sözü var burada, diaqnostik qiymətləndirməmizə aid olacaq. Şagirdin təlim nailiyyətləri əsasında bacarıq və vərdişlərin səviyyəsinin qiymətləndirilməsi. Bu daha çox summativ qiymətləndirməmizə bənzəyir. Yarım ilin və tədris ilinin sonunda, son sözü deyilirsə, demək ki, bu summativimizə daxil olacaq. Ümumi orta təhsildən tam orta təhsilə keçən zaman şagirdin bilik və bacarıqlarının qiymətləndirilməsi. Müəllimlər, gördüyünüz kimi burada qiymətləndirilmə var. Bu yekun qiymətləndirməmizə aid olacaq. Ona görə də birinci sualda doğru cavabımız A variantıdır. Bu şəkildə yazan bütün müəllimləri təbrik edirəm. Demək ki, doğru cavabı yaza bilmişsiniz. İndi isə keçirik ikinci sualımıza. Gördüyünüz kimi ikinci sualımız da məhz elə qiymətləndirmə ilə bağlıdır. Summativ qiymətləndirməyə aid olan cavabı müəyyənləşdirin. Müəllimlər, az öncə mən sizə məktəb daxili qiymətləndirmənin növləri haqqında da danışdım və açar məqamlarını da vurğuladım. Summativ qiymətləndirməyə aid olan, gəlin baxaq görək, hansı doğru cavab olacaq? Biz bunu variant formasında seçməliyik, 3 dənə cavab götürməliyik. Baxırıq, təlim nailiyyətlərinin qiymətləndirilməsinə yönəlmişdir. Düzdürmü müəllimlər? Qiymətləndirmə, nəticə, summativ qiymətləndirmədə ən önəmli açar sözlər biridir. Demək ki, biri qeyd edirik. Müəllimin müşahidəsi, müşahidə varsa bu formativ qiymətləndirmədir, yəni şagirdi izləyir, nailiyyətlərini dəyərləndirir, irəli aparır, məqsədinə çatdırır. Şagirdin yarım illik qiymətləndirilməsinə təsir edir. Bəli, qiymətləndirmə nəticə dedik ki, summativ qiymətləndirməmizə daxildir. Təlim fəaliyyətini izləməyə, inkişaf etdirməyə xidmət edir. Müəllimlər, izləmək, inkişaf etdirmək, irəli aparmaq nə idi? Əlbəttə formativ qiymətləndirməmiz idi. Nəticələri sinif jurnalında qeyd edir. Bəli, müəllimlər, kəmiyyət xatirinə, qiymət xatirinə həyata keçirilən qiymətləndirmə növü, geriyə dönüşü olmayan 2 növü var idi. KSG, BSG abreviaturası şəklində öyrənmişdik. Yəni, kiçik summativ qiymətləndirmə, böyük summativ qiymətləndirmə. Böyük summativ qiymətləndirmə rəhbərlik tərəfindən həyata keçirilirdi. Kiçik summativ qiymətləndirmə isə fən müəllimləri tərəfindən təşkil olunurdu. Və nəticə etibarı ilə sinif jurnalında balla qeyd edilirdi. Bu da oldu. Demək, summativin doğru cavabları 1, 3, 5-ci
variantlar. Yəni 1, 3, 5-i kim seçmişdirsə, bu doğru cavabımız olacaq. Sonra 4-cü sualımızın izahına keçək. Aşağıdakı hallardan hansında hadisə bullying hesab olunur? Demək, burada artıq söhbət bullyingdən gedir. Bilirsiniz ki, müəllimlər, bullying nə idi? Yəni davamlı şəkildə kiminsə incidilməsi idi, davamlı şəkildə bilərəkdən, qəsdən və bullyingin müxtəlif növlərini də biz öyrənmişdik. Məsəl üçün, məqsədinə görə bullyingləri keçmişdik, göstərdiyi davranışa görə bullyingin növləri, sonra birbaşa və ya dolayı yolla bullyingin növlərini öyrənmişdik, xüsusi növ bullyingi öyrənmişdik. İndi gəlin baxaq görək, bizə deyir ki, aşağıdakılardan hansında bullying halı var? İki şagird arasında vaxtaşırı baş verən mübahisələrdə tərəflərin bir-birinə qarşılıqlı olaraq, bax burada artıq qarşılıqlı olaraq var. Bullyingdə isə bir tərəf digər tərəfi davamlı şəkildə incidir, işgəncə verir və ondan zövq alır. Ona görə A variantı doğru olmayacaq. Bir şagirdin sinif yoldaşına davamlı şəkildə ləqəb qoşması, lakin həmin şagirdin buna etiraz etməməsi. Yəni burada da etiraz etməməsi deyir. Yəni bu bir növ bullying halına aid edilə bilməz. Çünki qarşı tərəf mütləq ki, ondan əziyyət çəkəcək ki, biz ona bullying halı deyə bilək. Fiziki və ya sosial baxımdan üstün mövqedə olan şagirdin digər şagirdi mütəmadi şəkildə alçatması, təcrid etməsi və qorxutması. Bəli, müəllimlər, biz burada bullying halını görə bilirik. Və bullyingdə bilirsiniz də gücdür, göstərişdir və yaxud da ki, həmin o şəxs istəyir ki, digər tərəfdən, digər insanların üzərində, digər şagirdlərin üzərində dominantlığını daima qoruyub saxlasın. Yəni, belə də sinifin ağası kimi özünü hiss edir. Ona görə də bullyingə, bu test tapşırığımıza uyğun olan cavabımız C variantı olacaq. Qrup işi zamanı şagirdlərin fikir ayrılığı səbəbindən bir nəfərin təklifinin qəbul edilməməsi, burada da bir nəfər var. Ona görə də şərtimizi ödəmir. Doğru cavabımız C variantı olacaq. Gəlin sonuncu 5-ci sualımıza baxaq. Diqqətli oluruq. 5-ci sualımız biraz aşağı hissədə yerləşir. Baxırıq sualımızın izahına. Aşağıdakılardan hansı gündəlik planlaşdırmanın əsas xüsusiyyətlərinə aid deyil? Müəllimlər, biz gündəlik planlaşdırmaya yeni mövqe olaraq nə demişdik? Nəticədən planlaşdırma və iki yerə ayırmışdıq. İllik perspektiv planlama, gündəlik cari planlaşdırma. Burada da bizdən gündəlik cari planlaşdırmanı istəyir və mən sizə xüsusi olaraq PDF düzəltmişdim ki, gündəlik cari planlaşdırmamıza xüsusən nələr daxildir? Yəni o hissələri yaxşı oxuyan müdavimlər inanmıram ki, bu testi səhv tapa bilsinlər. Yəni, gündəlikdə cari bir akademik dərs saatını biz nəzərdə tutmalıyıq. Yəni, 45 dəqiqəni əhatə edir. Burada istifadə olunan iş formaları var, iş üsulları var, dərsin mərhələləri var, məqsəd var, dərsin sözü var. Yəni, bunlar varsa gündəlik planlaşdırmamıza aid olacaq. Amma şərtdə bizdən gündəliyə aid olmayanı istəyir. Demək ki, nə olacaq? İlliyə aid olan bir cavabı seçim etməliyik. Baxırıq müəllimlər A variantına. Təlim məqsədlərinə uyğun fəaliyyətlərin müəyyən edilməsi. Bax, görürsünüzmü? Təlim, məqsəd deyir. Yəni, məqsəd bilirsiniz ki, gündəlik cari planlaşdırmamıza daxildir. Ona görə götürmürük. Şagirdlərin ehtiyac və xüsusiyyətlərini nəzərə alması, bəli, diferensiyanın təmin olunması da gündəlik planlaşdırmaya aiddir. Onun üçün də götürmürük. AB gündəlikdir. Tədris ilinin sonunda, baxın, heç bu cümləni mən sona qədər oxumuram. Tədris ilinin sonunda, il ərzində, il ərəfəsində deyilirsə və yaxud da saat idi, tarix idi, sonra tədris vahidi, mövzu ardıcılığı, biz bunları keçmişdik harda? Perspektiv illik planlaşdırmamızda. Ona görə doğru olmayan cavab C olacaq. Perspektiv illik planlamaya aiddir. Vaxtın səmərəli bölgüsünün planlaşdırılması, bu da gündəlik planlaşdırmamıza aid olacaq. Vəssalam, əziz müəllimlər, mənə çatan sualların bu qədər idi və bacardığım qədər qısa bir zaman çərçivəsində hazır elədim ki, izahımı hər biriniz üçün aydın olsun. Növbəti imtahanlarda iştirak edəcək bütün müəllimlərə bol şans və uğurlar arzu edirəm. Sağ olun, təşəkkür edirəm.